Üçüncü qruplar, bütün gücünüzü mətnlərə sərf eləyib özünüzü yormayın. Niyə? Niyəsə videoda deyəcəm, sizdən istəyim odur ki, səhifəni izləyin, videonun da sonuna kimi baxın ki, məsələnin nədən ibarət olduğunu biləsiniz. Bismillah, getdik. Mətn işləmək üçün nə lazımdır? Söz ehtiyatı, səbir, oxuduğunu anlama, təhlil etmə, analiz eləmə, sözlərin mənasını bilmək, sözləri qarşılığı ilə əvəz eləmək, müqayisə eləmək. Sizin zaten işiniz budur da. Tarix oxuyursan, orada nədir? Nədənsə nəticə çıxarmalısan, bu hadisəni, o bir hadisəni müqayisə eləməlisən, fərqli cəhətləri tapmalısan, bu da elə mətnlə eyni şeydir. Onsuz da sizə düşən mətnlərdən hər hansı biri elə o tarix kitabında olan hansısa bir parçadan düşə bilir, ya da bədii ədəbiyyatda, yəni ədəbiyyat dərsində olan hansısa bir parçadan düşə bilir. Yəni eyni şeydir. Heç bir fərqi yoxdur. 2 dənə mətn düşür, ya tarix kitabında oxuduğun formada, ya da ədəbiyyat kitabında oxuduğun formada. Ona görə sənin mətndən vaxt itirməyinə dəyməz. Sən bütün gücünü verməlisən nəyə? Dil qaydalarına ki, həm buraxılışda qəşəng yazasan, həm də buraxılışdan bloka az bir zaman qalır. Bu zaman ərzində təzədən hay-həşrə düşməyəsən ki, mən başlayım qaydaları öyrənim. Yox, sən elə buraxılışa gedənə qədər qaydaları tam-tamına, yəni 9 dənə heç olmasa 10 qaydadan 9-unu yazmalısan ki, sənin blokda ümidin çox olsun. Və bunun üçün də sən bir şey biləsən ki, 3-cü qruplara, həmçinin daha doğrusu buraxılışda qaydalar necə düşür? Bir dənə isimdən, sifətdən sual düşmür. Bir dənə cümlə verir. Cümlənin içində 5 dənə diksiyasını birdən soruşur. Nə bilim 3 cümlə üzüm birdən soruşur. Fe'li birləşmələri verir, uyğunlaşma istəyir səndən. Yəni buraxılışın deməli sualları daha çox təhlil, araşdırma tələb edir. Nəinki blokun. Ona görə buraxılışın dil qaydaları suallarına daha çox önəm ver, onları riskə atma. Bütün gücünü sərf elə nəyə? Yəni sadəcə dim işləsən ya bir dənə hansısa məsələn bizim 100 mətn kitabımızda işləsən sizə kifayət eləyəcək. Dediyim kimi gücünüzü sərf eləyin nəyə? Dil qaydalarına və bu arada bizim sınaqlar qrupumuz inşallah açılacaq. Həmin sınaqlar qrupunu mən 3-cü qruplara və digər bütün qruplara şiddətlə tövsiyə edirəm. Orada çoxlu dil qaydaları testləri görəcəksiniz. Yəni sənə əsas bu lazımdır. Dil qaydaları testləri işləyim, izahına baxım. Qayda, izah və həftədə də 1 ya 2 dəfə canlı olur. Həmin canlı linklərini də sizə atacağam. Köhnə mövzularda təkrarlanmış olacaqsınız. Qoşulma haqqı da cəmi 1 ay üçün 30 manatdır. Qoşulmaq üçün 055 597 0151-ə yazırsanız sınaq qruplarımıza sizə əlavə edirik. Hansı fəndən istəsəz sınaq qruplarımız var. Bu qədər. Sağ olun.